Bəli. Qərar. Neydi bölümün adı? Turşular. Turşular əsaslar. Refil. Birdən ona. 33-dədir. Birdən ona. Yox sualımız. 7. Adları verilmiş turşulardan neçəsi zəif turşudur? Nitrat turşusu qüvvətli, HNO3. Sulfit turşusu zəif. Nitrat, HNO3 qüvvət turşudur. Qüvvət turşular nəyə deyilir? Qüvvət turşularda hidrogen katyonları daha çox ayrılır. Hər 100 molekuldan 30-dan çoxundan hidrogen ayrılır. Yəni qüvvət turşular hidrogeni tez verir. Hidrogen katyonu tez ayrılır. Sulfit turşusu H2S zəif turşudur. Sulfit. Ortofosfat turşusu H3PO4. PO4 zəif turşudur. Klorit turşusu qüvvətli, H-klor, daha tez qopur hidrogenlər. Asitat, sirkə turşusu zəif turşudur, CH2OH. Karbonat turşusu H2CO3 zəif turşudur. Bizdə nəyə çoxdur? Zəifləri. Qüvvətlər çıxır. Qüvvətlər çıxır. HNO3-dən H-kloru. Qalanları zəifdir. 1, 2, 3, 4. 4 turşu burada zəif olandır. A variantı. Sonra. Müəllim H2SO4 qüvvətli Bəli, turşular. sulfat turşusu. Qüvvətlidir. Ona qədər yoxdur. Mənim səhvim orada var, 19. En turşusu yumurtanın və südün xarab olması zamanı yaranır. Laf yumurta iyiliyi, xüsusi qoxusu ilə tanınır. O həmçinin bəzi vulkan və bataqlıqlarda yaranan qazların tərkibində də olur. Bu turşunu müəyyən edin. Bu nədir? Laf yumurtanın tərkibində kəskin, zəhərli, pis iyi verən, zəhərli qaz olan və həmçinin də bəzi bulaqların sularından ayrılan vulkanik qaz olan H2S sulfit turşusunun qazıdır. Yəni H2S A variantı. Daha doğrusu onda C variantı. H2S-dir. Sonra 20-yə qədər. Aşağıda verilmiş formullardan neçəsi əsaslara aiddir? Deməli uşaqlar, əsaslar nəyə deyilir? Qulaq asın. 13. Əsaslar. Metalların OH birləşmələri nə adlanır? Əsaslar. Metal OH birləşmələri. Metalların OH, lityum OH, alüminium OH3, natrium OH və başqası yoxdur. 1, 2, 3. 3 dənə verilən maddə əsasdır. Lityum hidroksid, alüminium hidroksid, bir də natrium hidroksid. Qüvvətli metalların əsasları yeri gəlmişkən qələbə adlanır. Suda həll olan iyonlarına ayrılır. Qalan zəif əsaslarınki isə suda həll olunur. Yəni, bir aqrup metallarınki, bir hansılardır? Bəli. Bir aqrup metalları. Yerdən yox. Lityum, natrium, kalium, rubidium, cesium, fransiyum. Bunların hidroksitləri nə adlanır? Qələbi. Bir də 2A qrupunun aktiv metalları. O hansıdır? 2A qrupu deyilür tezəclər. 2A qrupu. 2A qrup elementlər hansılardır? Dövr istə. Mən o gün təkrarladıq burada. Təkrar vermişim sizə. 2A qrupu. Aktiv olanları kalsiyum, stronsiyum, baryum. Bu aktiv metallardır ən aktiv. Bunların hidroksidləri də qələbi adlanır. Onlar da qələblərdir. Müəllimdən də bir şey 20-yə qədər. Lityum dediyi qələblər həm də məsələn maye sabunlarda, baş sabunlarının hazırlanmasında istifadə olunur elə. Bəli, maye sabunda kalium OH-dır, bərk sabunda natrium OH istifadə olunur. 20-yə qədər. 19 məndə var deyəsən. 19. X-dən inşaatda ağardılma işlərində həmçinin ağacların ağardılmasında istifadə edilir. O tədricən havada karbon qazı və reaksiya daxil olaraq əhəng daşına çevrilir. Deməli, əhəng daşına çevrilən maddə sönmüş əhəng kalsium hidroksiddir. Sönmüş əhəng maddəsi suda həll olan maddədir. Kalsium hidroksidin qatı forması ağ rəngdə əhəng suda formasında olur. Divarlara vurulur, ağaclara vurulur, dekorativ formada istifadə olunur. Həm də ki, havadakı karbon qazından reaksiya daxil olur, alınır kalsiyum, karbonat və su. Deməli, bəli, bu reaksiya havada adi şəraitdə gedir. Sönmüş əhəngi qabda, açıq qabda qoyan zaman havadan karbon qazı birləşərək kütləsi ağırlaşır və rəng dəyişilir və çöküntü alınır. Kalsiyum, karbonat əhəng daşı alınır. 30-a qədər. 17. 21. 21. Qulaq alsın. Nə deyir burada? Burada nə var burada? Nədir şərtlər? Neçən sual deyil sayma. 17.
17 deyir doğru cavabı seçik. 2 nömrəli məhlul homogen qarışıqdır, 2 nömrəli məhlul heterogen qarışıqdır. Aşağıda kalsium hidroksid maddəsi və onun su ilə qarışığı haqqında bəzi məlumatlar verilmişdir. Bu məlumatlara əsasən 15-17 sualları işləyin. Deməli, suda həll olan ağ rəngli tozdur. Ağ rəngli toz olan, suda həll olan maddəsi və onun su ilə qarışığı haqqında. Deməli, suda həll olan ağ rəngli maddədir. Bu hansı ola bilər? Sönmüş əhəng. Sönmüş əhəng, kalsium hidroksid. Əhəng südünün süzülməsindən alınır. Kalsium hidroksidin şəffaf məhluludur. Deməli, əhəng südünün süzülməsindən alınır və kalsium hidroksidin şəffaf. Bəli, bu əhəng suyudur. Əhəng suyu. Deməli, sönmüş əhəngin su ilə qarışdırılmasına alınır. Suda oxşayan suspensiyadır. Bu əhəng südüdür. Biri var əhəng suyu, şəffaf. Biri var əhəng südü. Doğru cavabı seçin. Bir xanasına əhəng südü aiddir. Xeyr. Deməli, bu ağ rəngli kalsium hidroksid dərəcə. İki xanasına deməli, əhəng südü deyil, əhəng suyudur. 3 xanasına əhəng suyu yazılmalıdır. 3-cü xanasının nə oldu? Bəli, sönmüş əhəngin su ilə qarışdırılmasına alınır və suda oxşayan suspensiyadır. 3-cü xanaya əhəng suyu yox, əhəng südüdür. Onda 2-ci xanaya əhəng suyudur. Əhəng südünün süzülməsindən alınır və kalsium hidroksid şəffaf. Şəffaf olan məhlul kalsium mühaşirinin qarışığı olan əhəng suyudur. Suspensiyaya oxşayan isə əhəng südüdür. Eləcə özü suda həll olmasa olacaqdır. Yəni suda həll olmuşdan əvvəl olacaqdır kalsium mühaşir. Onda 2 nömrəli məhlul homogen olacaqdır. Deməli, əhəng suyu olan homogen məhluldur, əhəng südü olan heterogendir, əhəng südü olan. Eləcə kalsium mühaşirinin özü bərk halda ümumiyyətlə nə homogen, nə heterogendir. Bərk halda özü hələ suda həll olmur. Onda 2 nömrəli əhəng südünün süzülməsi, bəli, əhəng südünün süzülməsindən alınan maddə, şəffaf olan maddə, əhəng suyu homogendir. A variantı. 20-yə qədər. Yoxdur. 21. Bitki küllərinin əsas tərkibi nədir? Əsasən kalium və natrium birləşmələridir. Natrium karbonat, kalium karbonat, potaş. Baxın, bitkini yandıran zaman, ağacı yandıran zaman ondan qalan ağ külün tərkibində kalium karbonatdır. O da tərkibində kalium var. Yəni ki, kalium birləşməsi var. Kalium və natrium. 25-ə baxaq da. Kalium OH, natrium OH, A variantı. 25. Aşağıda verilmiş reaksiya zamanı ayrılan X qazı N qabında toplanır. Xlorid turşusundan natrium. Gəlin yazalım. Xlorid turşusu. Natriumdan reaksiya girir. Bilirsiniz ki, hidrogenə qədər olan metalların elektrokimyəvi aktivi sırasında, potensiallar fərqi artırılığında, hidrogenə qədər olan metallar turşulardan hidrogeni çıxardır. Bu da hidrogeni çıxardır, alınır natrium xloridlə hidrogen qazı. Ayrılan qaz nədir? Hidrogen qazı. Hidrogen qazı M qazıdır burada. H2. Deməli, M qazı hidrogen 2 atomlu, molekülyar quruluşlu, H2 belədir. O da D variantıdır, bəli, başa düşdüm. D variantı. Sonra 30-a qədər. 30-a qədər. 26. 30-a qədər anlayışın hara gedir xaçlar? Aşağıdakı söz təmili ilə verilmiş reaksiyanı tamamlayın. Xlorid turşusundan çay sodası. Xlorid turşusu, çay sodası. H xlor, natrium. Çay sodası tərkibi. Naxçor. Tərkibi nə çay sodası? Folqol. Aha, xlorid turşusu. H xlor. H-xlor. Xlorid turşusu, natrium hidrokarbonat və H-xlor. Nə baş verir uşaqlar? Deməli, xlorid turşusu hidrokarbonatı duzundan çıxardır, natrium xlorla birləşir və alınır karbonat turşusu. Karbonat turşusu parçalanır su və karbon qazına. Karbon qazı və suya parçalanır. Deməli, alınan maddə nədir? Natrium xlorid, karbon qazı, su. Reaksiya məhsulları natrium xlorid, karbon qazı və su. O da B variantı. Sonra 27. İkinci Dünya Müharibəsi zamanı bəzi kimyaçı alimlər qızıl medallarını X məhlulunda həll etdi və institutda gizlətdilər. Bəli, bunu demişdim bir dəfə. Müharibədən sonra qızılı çıxarıb İsveç Kralı Akademiyasına verdi və medallar yenidən hazırlanaraq sahiblərinə qaytarıldı. Bəli, X məhlul tapın. X məhlul nədir? Çar arağı, Aguaregia, yəni king odur ingilis dilində.
Deməli, bu nədir? 27-də çar arağı, 1 həcm nitrat turşusu və 3 həcm xlorid turşusu. Bəli, bu adlanır çar arağı. 3 həcm xlorid turşusu, 1 həcm nitrat turşusu. Yazın reaksiyanı. Burada qızılla bu maddələri qatanda reaksiya baş verir. Alınır qızıl 3 xlorid, NO qazı və su əmələ gəlir. Gördüyünüz kimi. Qızıl 3 xlorid, NO qazı və su. Buradakı qızıl 3 xlorid də suda həll olan duzdur. Və təzədən də bu duzun tərkibindəki qızılı geri qaytarmaq üçün nə edirlər? Misal üçün, adi reaksiya. Qızıldan aktiv hər hansı metal, məsələn, sink. Sinklə qızıl 3 xlorid reaksiya aparırlar. Sink qızılı duzundan çıxardır, alınır sink xlorid və alınır sərbəst qızıl. Bu istifadə olunur metal lövhə reaksiyalarında. Elə bir ki, qabın içərisində qızıl 3 xloridin məhluludur, suda həll olmuş halda. Lövhə basalınır, lövhənin tərkibi olsa sink. Sink metalın lövhəsindən sink atomları qopur, qızıl əvəz edir. Və buradakı qızıl atomları reduksiya olunur, sərbəst halda yığılır sink lövhənin üzərində. Və sink lövhənin üzərini qızıl örtür. Bu halda istifadə olunur saxta qızıl əşyalar hazırlanan zaman, yəni ki, bijuteriyalar. Misal üçün, adi misdən və ya hər hansı metaldan hazırlanmış və ya Gümüş. paslanmayan poladdan hazırlanmış, dəyərsiz olan bir zinət əşyasını salırlar qızıl suyuna. O qızıl suyu dedikləri budur. Qızılın suda həll olan duzudur. Qızıl suyuna salan zaman elektroliz baş verir. Buradakı bu metalı elektrodun deməli mənfi qütbünə qoşurlar, mənfi qütbünə. Bu mənfi qütbünə qoşulan zaman buradakı qızıl katyonları, müsbət olan qızıl katyonları yığılır mənfi üzərinə. Çünki nəyə görə? Mənfi özünə nə icazə verir? Müsbət katyon. Deməli, buradakı elektrod qütbü katoddur. Katod qütbündə mənfi qütbü olduğuna görə qızıl katyonların üzərinə çəkir. Ona görə də qızıl katyonları reduksiya olunur. Elektron qəbul edir. Qızıl iyonu 3 müsbət, 3 elektron qəbul edir və olur qızıl 0. Yəni, atomar halda yığılır həmin bu metal lövhənin üzərində. Bu metal lövhədə məsələn ola bilər hər hansı bijuteriya, qızıl əşyası. Qızıl deyəndə qızıla oxşayan, üzəri qızıl parıldayan əşyadır və ona görə də bu istifadə olunur bu formada hər hansı bijuteriyanın üzərində qızıl suyundan, yəni qızıl maddəsini ötmək üçün istifadə olunur. Onun ozu 100% qızıl deyil, sadəcə üzərində lehimlənmiş formada. Bu həmçinin istifadə olunur o lehimlənmiş disklərdir maşınlarda, lehimli disklər. Yüngül lehimli disklər. Eyni maşınların korpusunun, təkərlərinin disklərini də sarırlar xrom duzlarına, xromun suda həll olan duzlarına və diskin üzərini xrom örtür. O disk özü başlayan xrom deyil, sadəcə dəmirdəndir və üzərini xromla örtürlər. Xromlanmış, nixromlanmış deyirlər, nikel xromlanmış və s. Növbəti 35. 30-a qədər yoxdur. Qüvvətli əsasdır və bərk sabun tərkibində. Bərk sabun tərkibi nə idi? Natrium birləşməsi, natrium OH. Maye sabun nə idi? Kalium. Natrium OH olan. Deməli, bərk sabunun tərkibində natrium OH-dır, maye sabunda kalium OH-dır. 40-a qədər. 40-a qədər. 35. Deməli, gəlsin. Çay sodası üzərinə xlorid turşusu əlavə etdir. Bunu silmə. Çay sodasına xlorid turşusu. Natrium qoyu qazı. Kesin. Çay sodası üzərinə xlorid turşusunu əlavə edilməsi zamanı baş verən reaksiya aşağıdakı kimidir? Karbon ayrılır. Bu qabdan ayrılan qaz qabarcıqları hansı qazdır? Baxın. Qaz qabarcığı karbon qazı. Baxın, reaksiya olur. Natrium hidrokarbonat, H-klor, natrium klorid, su və karbon qazı. Ayrılan qaz qabarcığı karbon qazıdır. Bu ayrılan qazı molekul modeli, mil kürəcik modeli nədir? Mərkəzdə karbon, karbon ətrafında isə 2 oksigen. Oksigen. Bəli, hansı variantdadır? A variantıdır. 35-də A. 34-də B. Sonra 40-a qədər. Kimsə 37 dedim. 37-38. Müəllim sinif, daha doğrusu 37. Magnezyum hidroksid haqqında hansı ifadə doğrudur? Magnezyum hidroksid suda həll olmayan suspenziyadır. Yəni, iki atom elementlərindən 37-də magnezyum hidroksid əsası zəif əsasdır və suda yaxşı həll olmur. Ona görə də suda məhlulu suspenziyadır. Qüvvətli deyil, suda yaxşı həll olur, olmur. Sönmüş əhəng deyil. Sönmüş əhəng hansıydı? Sönmüş əhəng olmur. Sönmüş əhəng. Bu testi işləyəndə dərs oxumursunuz? Oxumadan işləyir testi. Bu nətər işləyir testi?
Dedim axı dərsi oxuyursunuz, 7-ci sinifin dərsini oxuyursunuz, sonra işləyirsiniz bunu. Nədə formulu? Bayaqdan yazıram burada. Sönmüş əhəng formulu. Hansıdır? Sönmüş əhəng. Ötəri? Məndə səhvdir. Bayaqdan yazıram burada sönmüş əhəng. Əhəng formulları bağlıdır. Sönmüş əhəng. Kalsiyum nə? Kalsiyum hidroksid. Sönmüş əhəng. Caziyot kalsiyum karbonatdır. Mərmərdir. 38-də mədəmizdə turşumu baş verərsə, maqnezium südü içərək narahatlığı aradan qaldırır. Klorid turşusudur O zaman mədəmizdə. hansı reaksiya baş verir? Bildiyiniz kimi biologiyada mədəmizdə olan maddə Klorid klorid turşusudur. Mədəmizdə yazın, klorid turşusu olduğuna görə klorid turşusunu neytrallaşdıran turşular nə neytrallaşdırır? Turşuya əks xassəli maddədir. Turşuya əks qələbə. Əsası xassəli maddə. İndi biz qələbələri içənməyik də, çünki mədəmizi yandırır. Birbaşa qələbəni özü yandırır. Ona görə nə etmək lazımdır? Maqnezium suspensiyası. Bunun adı nədir? Tibbi satışdakı adı, Magnezium. tibbi markası Magna. Magna deyirlər ona. Mən belə köy qırmızı rəngə oxşardır elə. Industrial deyil Magnadır. Magnezium hidroksiddir, budur. Paraşoku da olur, ağ rəngdə, suya tökəndə, süd rəngində suspensiya kimi olur, yəni suda yaxşı hallı olur. Nə baş verir? Klorid turşusundan maqnezium hidroksid alınır, maqnezium kloridlə H2O. Bəli, bu formada reaksiya baş verir. Natrium hidroksid əsası haqqında doğru olanı seçin. Natrium hidroksid bərçamın tərkibindədir və suda həll olan qüvvət əsasında qələbidir. 39-da B. 40-a qədər yoxdur? 40. Ammoniakla su qarışığı. NH3 plus H2O. NH3 plus H2O. 40-da NH3 üstə gələk H2O. Alınır NH4 da var. NH4 da var. Naşatı Bax, spirti. bunun adı ammoniaklı sudur. O bir Bunun saydır. adı isə Naşatı naşatı spirti. spirti. Naşatı spirti. Ne yazmışsınız? Ay müəllim, o adam belə bayılanda ondan verirlər elə, İnsan illər. özündən gedən zaman naşatı spiritini buzuna yaxınlaşdıranda qoxu reseptorları kəsdiyi qızdan və insan ayılır. İdmanda da ondan istifadə edirlər müəllim, qartıl Bu qalır. bəhdə əsas deyil, məhlulundan huşu itmiş insanların İndi adları bu doğrudur. doğrudur. Zəif əsaslar Düzdür. doğrudur. Suda məhlulunda OH-ın sayı Mənfi çoxdur, Bəli. düzdür. Çünki OH göstərici nədir? Əsasda. Məhlulda yadda saxlayın. Məhlulda OH varsa, mühit əsası mühitdir. Məhluldakı OH sayısı hidrogen sayından çoxdursa, əsası mühitdir. Məhlulda deməli hidrogen sayısı OH sayından kiçikdirsə, bu deməli daha doğrusu hidrogen sayı çoxdursa, tuş mühitdir. Hidrogen sayıyla OH sayısı bərabərdirsə də bu nədir? Neytral mühitdir. Əsası mühitdə OH çox olur, əsası mühit. Burada tuş mühit, yadda saxlayın. Burada isə neytral mühit. Neytral mühit. Sonra 50-yə qədər. 50-dən sonrası var. 50-yə qədər. Baxın. 50-yə qədər aşağıdır, 7-də də keçmiş. 47. Ora kimi yoxdur ki. Qırmızı lakmus kağızı tuş mühitdə necə olur? Qırmızı Belə rəngdədir. qalır. Bənövşəyi lakmus, bənövşəyi qalır. Qırmızı lakmus göy rəng olacaq. Qırmızı lakmus qırmızı qalır. Mən göy latmışda turş rəngdə qırmızı, Bəli. əsası mühitdə də Göy rəngli göydür. olanda isə Belə cədvəldə lakmus vermişdik, olur qırmızı rəngdə. əzbərləmişdim onu. Bəli, əzbər bir şeylərdir. 50-yə qədər. Yoxdur. Yoxdur. Dəqiq. Vallahi. 60-a qədər. 55, 60-a 55, qədər. 58 pH şkalasıdır. 55. Bəli. 55'e ona baxın. Şəkildə göstərilən stəkanda pipet bir neçə damcı fenoftalein tökülür. Məhlul hansı rəngə? Məhlula baxın, qabın içərisində 4 dənə OH var, bir dənə H var. 4 dənə OH, bir dənə H. Hansı say çoxdur? OH. OH-ın sayı çox olan zaman onun əsası mühit. Əsası mühitdə fenoftalein nə rəng olur? Səhray. Əsası mühitdə. Əsası mühitdə Bəli. səhray Bəli. olur. Bənövşəyi çəhrayı. Çəhrayı. Tünc bənövşəyi və çəhrayı. Rəngsiz olan hansı olur? Tuş mühitdə. Neytral mühitdə yox, tuş mühitdə fenoftali əksiz qalır. Neytral mühit başqa şeydir, neytral mühit özü rəngsiz onsuz. Tuş mühitdə olduğu kimi qalır, protondan rəngsiz. elektronların sayıları bərabərdir. Sonra 57 Elimer kolbasına A maddəsi əlavə edilir Əvəz və suyu. üzərinə su tökülür. Bu məhlula pipet ilə bir neçə damcı fenoftalein tökülür. Bu zaman səhra rəng alır.
Deməli, rəngsiz fenolftaleyindən Əhəngsiz. səhra rəngi alınırsa, buradakı maddə əsas xassədir. Əsas. Verilən maddələrdən Əsas əsası şey. xassəli sıfıra sirkəsi turşudur. Məndə turşusu nədir tərkibi? Şey, Tərkibi nədir bəyədir? haşqlor. Yaxşı sözlər deyim sana. Yaxşı. Xlor turşusu. Kral suyun tərkibi nədir bəyək almışdı kral suyun tərkibi? Kral suyu nədir bəyək ki? Qızıl əridən. Nəydi? Lityum suyu. Bəli, üçün birə nisbətdə. Hamısı nədir? Turşudur. Nə qaldı? Əhəng suyu. Əhəng suyun tərkibi nə idi? Əhəng suyun tərkibi. Kalsium çeyiz yoxsa kalsium OH2 ara qulaq assa bəyəkdən. Kalsium OH2. Növbəti. C variantı. Ora kim yoxdur? Natrium OH suda məhlulu nə doğrudur? Məhlulun pH-i 4 olacaq. Xeyr. Natrium OH deməli nədir? Qələbidir. Qələbilərdə yadda saxlayın. Əsasi mühitdə pH 7-dən böyük olur əsasi mühitdə. Turş mühitdə pH 7-dən kiçik olur. Mən neytralda 7-də olur ya. 7-yə bərabərdir. Bunu qeyd edin. Bəli. Əsasi turş neytral. Qeyd edin. İndi deməli 59-da natrium OH qüvvətli əsasdır. Qüvvətli zıtlarda pH 4 yox, 7-dən böyük olur. Məhlulun pH 7 ola bilməz, səhvdir, 7-dən böyükdür. Məhlulda OH sayısı hidrogen sayından çoxdur, doğrudur. Çünki OH çox olanda əsas mühitdir. Bu məhlula salınmış göy lakmus kağızı qızarmaz. Bu qızarır deyir. Nə zaman qızarır göy lakmus? Hansı mühitdə? Möhkəmdir. Turş mühitdə. C variantı 60. 70-ə qədər. 64. 63-64. Turş mühitdə baxın. pH 7-dən kiçik doğrudur. Neytral mühitdə pH 7-yə bərabərdir, doğrudur. Əsası mühitdə OH sayı çox doğrudur. Turş mühitdə nə çoxdur? H-ın sayısı. Bəli. Bu veribdir H kiçikdir OH-dan. D variantı. Turş mühitdə H OH-dan kiçikdir, böyükdür. H böyük OH-dan. pH göstəricisi neçə olan məhlul daha qüvvət turşudur. Daha qüvvət turşu pH 7-dən ən kiçik. pH 7-dən ən kiçik nədir burada? 2. pH 7-dən ən kiçik olan 2-dir. A variantı. 70-ə qədər. Xloru suda həll edərək xlorlu su adlanan təmizlik vasitəsi alınır. Bu məhluldan məişətdə təmizlik işlərində geniş istifadə edilir. Bu məhlulun pH-ı neçə ola bilər? Mümkün dərəcə 7-dən ən aşağı. Çünki xlorid turşusu turş mühit yaradır. Turş xassəlidir. Turşu xassəlidir. Turşu xassəli maddədə pH 7-dən kiçik olur. pH 7-dən kiçik olan formasında burada ən aşağı 5. Bəli, 70-ə qədər. 70-ə qədər. 70-də az elə. 70. Bəli, 70-də azdır. Aşağıda reaksiya zamanı hansı maddə alınır? Xlorid turşusundan natrium hidroksid. Yazılır 70-də. Xlorid turşusu. Üstəgələr natrium hidroksid. Alınır natrium xlorid, üstəgələr su. Aha. Mən duz üstəgən su. Natrium xlor duzdur, sudakı sudur. 70-ə qədər yoxdur, 80-ə qədər. 76. Mən 76-ya bir dənə baxa bilərsən. Baxıram, gözlə. 76-da HOH sayı nə qədərdir? Sayın tez. 76. Nə qədər OH var? 6 dənə H var, 6 dənə OH var. Nə qədər H var? 6. Onda 6H, 6OH. Bir-birlərlə bərabərdə o da neytraldır. Neytral mühitdə pH 7-yə bərabər. 7. Yəni, deməli, NH sayı bərabərdir NOH sayına. Neytral mühitdə pH niyə bərabərdir? Neytral mühitdə. 7. Az, olur gəldi. Burada qalacaq. Neytral xüsusiyyətdir. Xeyr. Neytral verirlər. Elə saxlamaq yazdım, məsələn, 5.5. 5.5 nədir orada? Turş. Deməli, nəm sadıqda turş mühitdir. Uşaqlara olmaz, uşaqların zonulma olmaz. Uşaqların zönəf körpə uşaqlar ancaq pH 7 olan ola bilər. 7-dən az olan və çox olan olmaz. Çünki niyə? Dərisi həssas yandırır. Dərisi həssas yandırır. Alerji yaradır. 80-ə qədər. Yoxdur. 90-a qədər. 86-87. 86. Şəkildə verilmiş məhlulu neytrallaşdırmaq üçün üzərinə 100 milli pH 8 əlavə olunubdur. 100 milli pH 8-dirsə də, baxın burada məsələ kəndinə. 100 milli pH 8.
pH 8 hansı mühitdir? Əsası. 7-dən pH 8-i 6 ilə 7 eləmək üçün nə qədər dəyişməlidir? 1. 1. Onda avtomatik pH 7-dən aşağı neçə bayt düşə bilər ki, mühit olsun? Onda bəli, pH-ın qiyməti 6 olmalıdır ki, 6-dan 7-yə qalxanda 1 bayt dəyişir və qələb mühitdə 8-dən 7-yə üçün 1 bayt. Yəni qələbinin neytrallaşdırılması üçün neçə bayt dəyişilirsə 8-dən 7-yə. Turşunun da bir o qədər artması lazımdır, yəni aşağıdan yuxarı. Yəni 8-dən 14-də neçə bayt fərq var? Onda pH bərabər, üstə gələk pOH düsturu 14-dürsə də, pH 8-sə də, 8 plus pOH bərabər də 14-dürsə də, onda pOH nə qədərdir? 6. Deməli, turş mühitimizin qiyməti 6 olmalıdır. Yəni 6-dan 7-yə 1 bayt artır deyə, 8-dən də 7-yə 1 bayt artır. Yəni artma, azalma intervalı dəyişməsi bərabər olmalıdır. 8-dən 7-yə neytrallaşanda 1 bayt azalır. 6-dan 7-yə 1 bayt artır. 7 olması üçün 6 olmalıdır ki, 1 bayt dəyişsin. Onda pH göstəricisi neçə olmalıdır? Daha doğrusu turş mühitin göstəricisi 6 olmalıdır. Burada əslində pOH 8-dir. pOH 8-sə də onda burada əslində deməli pH üstə gələk 8 bərabər olur, pH da bərabərdir 6. Yəni H iyonlarının göstəricisi 6-dır. Sonra 87. yenə şəkildə verilmiş məhlulu neytrallaşdırmaq üçün 100 milli pH 2, 100 milli pH 2-dirsə də, 100 milli pH 2-dirsə də, pH üstə gələk pOH bərabərdir 14-də, yadda saxlayın. HOH isə 14-dür. pH 2-dirsə də, pOH neçədir ki? 12. Onda pOH bərabərdir 12. Yəni, turşumuz nə qədər qüvvətli olarsa, əsas da göstəricisi bir o qədər qüvvətli olmalıdır. Ki, nəyə görə? Neytrallaşdırmaq üçün. HOH nisbəti, interval dəyişməsi eyni olmalıdır. Qüvvətli bərabər qalsın deyə, eyni qüvvətli olsun deyə. Nədir burada? Qabda hansı maddə? Qüvvətli qələbi xassəli, əsasi xassəli hansı maddədir oradakılardan? Natrium OH, qüvvətli qələbi. Qüvvətli metalların əsasları nə idi? Qüvvətli əsaslar qələbilər. Bəli, natrium, kalium, rubidium, sezium və s. C variantı. 90-a qədər. 90-a qədər. Yoxdur. Tez edin. 90-a qədər. Yoxdur. Möhkəmdir. Elədir, möhkəm, bəxt danış. 90. Belə. X maddəsinin müəyyən miqdarını Erlenmeyer kolbasına tökərək həcmi 200 milli və pH dəyəri 3-dür. pH dəyəri 3-dür. Bu məhlul üzərində neytrallaşdırmaq üçün pH dəyəri 11 olan məhluldan A mililitre əlavə edildi. Sonra təcrübəsi məhlulda bir neçə damcı fenoftalin əlavə etdi. Bu zaman məhlul çəhrayı rəngə boyandı. Fenoftalin nə zaman çəhrayı olur? Əsası mühit olan. Əsası. Deməli, bunun 200 milli pH 3 olan, baxın 90-da. 90. V 200 milli bala. pH da bərabər neçə veribdir? pH 3. pH 3-ün demək mənası. Hansı mühitdir? Turşdur. Çox qüvvətli turşu mühitdir. Yəni, məsələn, H-klor. İndi bunun üzərinə pH dəyəri 11 olan nədir? Qələbələr. Qələbənin miqdarı neçə millidir? X. Bilinmir. Nə qədər olduğu bilinmir. Deyir ki, qələbini əlavə etdikdən sonra, reaksiya baş verəndən sonra fenoftalin nə rəng olubdur? Çəhrayı. Deməli, məntiqlə pH ilə pOH-ın dəyişməsi, baxın, 3-dən 7-yə 4 dəyişməsi, 4 var. 11-dən də düşməli 7-yə 4 var. HOH dəyişməsi bərabərdir. Onda mühitimiz əsasi mühit olması üçün pH, pOH göstəricisi bərabərdirsə də dəyişməsi, onda birinin məhlulu çoxdur ki, onun mühiti əsası olur. Onda əsasi maddənin miqdarı daha çox olmalıdır ki, onun 200 millisi neytrallaşandan sonra əlavə artıq gələn məhlul qalsın. Onda 200-dən yuxarı qiymət nədir orada? 250. Onda bunun miqdarı ən azından 200-dən çox olmalıdır ki, V böyükdür 200-dən. Bu zaman pH göstəricisi qələbi qalır. Çünki pH bərabərdirsə, nəyə baxırıq? Məhlulların həcminə. Məhlulların həcmi bərabər olsa nəyə baxardıq onda?
pH, pOH fərqinə baxanda. Onda siz deyin görün, hər ikisinin məhlulu 200 olsaydı əgər, hər ikisi 200 olsaydı, onda bunun pH göstəricisi neçə olmalıdır ki, yenə əsas müt yanarsın? 3 olmalı. Yox, 11-dən böyük. Nə qədər qüvvətli, yəni bunun interval dəyişməsi bundan böyük olmalıdır. Bu 3-dən 7-yə, neçə var da? 4. Onda bu 11-dən 7-yə 4-dürsə də bunun qiyməti böyük olmalıdır. Məsələn, 11-dən böyük olmalıdır. 12. Məsələn, 12, 13 və s. Çünki niyə? Nə qədər güclü qələbə olsa, turşunun pH-ından nə qədər böyük pH olsa fərqi, o qədər qələbə qüvvətli olur. Yəni, qələbənin qüvvəti çox olmalı turşudan, onun artığı mühiti əsas xassələrdir. Mühit əsas xassələri qalsın, onun təsirindən. Yəni 97. Burada cavab o C variantı. 100-ə qədər. 97. Yoxdur Rəşmi. 97. Hansı ifadə doğrudur? Deyək yuxarıda, Erlenmeyer kolbasındakı turşu məhlulu üzərinə büret ilə qələbə məhlulu tökülür. Qələbə məhlulu. Turşu üzərinə qələbə tökülür. Yavaş-yavaş nə baş verir? Turşu əsas. Hansı reaksiyadır? Turşu əsas reaksiyaları. Turşu ilə əsaslar arasında. Bəli, doğrudur. Neytrallaşma. Deməli, qabın içərisində uşaqlar. Nədir xlorid turşusu? 97-də. Qabın içərisində xlorid turşusudur. Siz deyin, xlorid turşusunun pH göstəricisidir. Xlorid turşusunun pH göstəricisi neçə ola bilər? 7-dən aşağı. Fərqi yoxdur. 6, 5, 4, 3, 2, 1 və s. pH burada 7-dən kiçikdir. Üzərinə qələbə məhlulu əlavə etdikdə natrium OH-ın məhlulu zamanla pH göstəricisini dəyişir. 7-dən yuxarı. Nə olur? Zamanla nə baş verir? Turşu qələbi ilə neytrallaşır deyə pH-ın qiyməti 7-yə yaxınlaşır. Və qələbinin miqdarı çoxdursa, onda nə olur? Əsası müt yaranır. Yəni turşu təmizlə neytrallaşır. Nə yaranır? Əsası müt. Əsası mütdə zamanla nə olur? pH-ın qiyməti 7-dən yuxarı qalxır. Deməli, yarın bax, Erlenmeyer kolbasında pH qiyməti getdikcə azalır, azalmır. 7-yə yaxınlaşır, yəni artır, yanlışdır. Erlenmeyer kolbasında pH qiyməti getdikcə artır, doğrudur. Bürətdəki məhlulun pH qiyməti getdikcə azalır. Bürətdəki nədir? Natrium OH. Natrium OH əlavə olur da, bu niyə azalsın ki? Yəni o olan miqdarı nədirsə, olan miqdarın həcmi azalır. Natrium OH qaba tökəndə həcm azala bilər, qabdakı miqdar azalır. Ancaq qabdakı maddənin pH-ı niyə dəyişsin ki? Heç onu yox ona, yanlışdır. Deməli, Erlenmeyer kolbasında H ionları sayı getdikcə artmır, azalır. Niyə? Çünki baxın, turşu ilə əsas arasında reaksiya baş verəndə şolar nə alınır? Natrium kloridlə alınır su, elə. Buradakı hidrogen OH ionları birləşən zaman nəyə çevrilir? H2O-ya. Suyun tərkibindən H qopur. Suyun tərkibindən H qopur, yox. Suyun tərkibində HOH ion formasında alınmır. Onda HOH ionları birləşir və yuxarı çıxır, get-gedə azalır. Yəni su alınır. Ona görə yanlışdır. Doğru olan yalnız 2 A variantı. Növbəti. 96. Deyir ki, Gəra Qəlib sinif otağında şagirdlərə dedi, uşaqlar, Erlenmeyer kolbasında A maddəsinin məhlulu var. Demək, Alina A məhluluna pipet ilə bir neçə damcı fenoftalin məhlul əlavə etdi. İndikator əlavə etdiyi zaman hansı dəyişim müşahidə etdi? Müəllim, alim deyir, Alina deyir, müəllim heç bir rəng dəyişməsi baş vermədi. Uşaqlar bürətdə müəllim özü edir. Uşaqlar bürətdə B maddəsinin məhlulu var. Alina bürətin tıxacını yavaş-yavaş aç və bürətdəki məhlulu tədricən Erlenmeyer kolbasına əlavə et. İndi nə müşahidə etdim? Müəllim, deməli, Alina, müəllim, məhlul əvvəlcə açıq səhraya, sonra isə tünd səhraya rəngi boyandı. Deməli, açıq səhraydan tünd səhraya çevrilibsə, nə baş veribdir? Oradakı maddə hansı xassəlidir? Bəli, fenoftalin təsirindən, bu maddənin təsirindən fenoftalin rəngsizdən keçdi tünd səhraya. Yəni, burada əsas xassəli maddə var. B qabında əsas xassəli maddə var. Onda A qabında hansı xassəli maddə olacaq? Hidrojen xlor. Yəni, turşu xassəli. Turşu xassəli maddə fenoftalin təsirindən rəngi dəyişmir. Olduğu kimi qalır, rəngsiz qalır. Onda A-dakı H xlordur məsələn, B-dəki natrium OH, B variantı. B variantı. 100-ə qədər. 100-ə qədər. Yoxdur. 105-ə qədər.
105-dən bir dənə müəllim. Neçə? Elə 105'in özü. 105. Çay sodasından sirkə, azetat turşunun reaksiyası. Gəlin yazaq. Çay sodası, üstəcələr CH, natrium hidrokarbonat və CH3, CO. sirkə turşusu. CH3, COH. Bəli, nə baş verir? Deməli, natrium birləşir sirkənin qalığından, CH3CO ilə, CH3CO natrium və hidrogen birləşir buradakı maddə ilə, yəni HCO ilə. Alınır karbonat turşusu. Bildiyiniz kimi karbonat turşusu. Natrium asetat üstə gəlsin, karbon qazı üstə gəlsin su. Karbonat turşusu çox zəif turşudur və davamsızdır və davamsız olduğuna görə parçalanır, karbon qazına və bir də suya parçalanır. Bəli. Natrium asetat, karbon qazı və su. D variantı. Bitti. Deməli, sınaq 1, sınaq 2-ni götürürsünüz buradan. Sınaq 1, sınaq 2. 2 sınaq. Qeyd eləyin.